fikirləriniz. Təşəkkür edirəm. Təbii ki, Azərbaycanda yaşayan bugünkü insanı, bu coğrafiyanın insanının deyək ki, davamlı olaraq dövləti olmamış və xüsusən son 200-300 ildə və bu da o elitaların dövlət tərəfindən dövlət siyasəti ilə formalaşması ənənəsi də olmamış. Amma bu xalqın potensialı çox yüksəkdir ki, o daim siyasi, mədəni, elmi, hərbi elita yarada bilmişdi. Amma bu illər ərzində, yəni hətta hərəkat, o Sovetlər dönəmində yaranmış, o daxili milli potensialın hesabına yaranmış bu elitanın ilki olaraq siyasi elita sıradan çıxarılmağa başladı və çox doğru Pənah bəy qeyd elədi. Məhz siyasi elita, məhz media institutu, siyasi institutlar, seçmə seçilmə azadlığı, seçkin institutu, rəqabətli mühit, siyasi müstəvi sıradan çıxarıldı və rahatlıqla çıxarıla bildi. Çox təəssüf ki, bu müqavimət digər elitalardan gəlmədi. Buna mədəni elita da etiraz göstərmədi, buna elmi elita da etiraz göstərmədi və onlar fərqində olmalıydılar ki, məhz bir gün siyasi elita sıradan çıxarıldıqca və bir gün Tərtər hadisələri vasitəsilə hərbi elitanın sıradan çıxarılması baş verəcək və ya ən azı gələcəkdə yaradılması önləniləcək. Və təbii bugün əgər akademiyada deyildiyi kimi bütün burada hədəf elmi elita alınıbsa, bu da onun səbəbləridir. Mədəni elita da o cümlədən bu bayağı verilişlərə bu siyasi hakimiyyət icazə vermədimi? Underground mədəniyyəti, yeraltı mədəniyyət, xüsusən ictimai televiziyada tam fərqli, bizim heç bir kodlarımıza uyğun gəlməyən dünya görüşün durmadan təbliği, onların ən yüksək Çinli dövlət məmurları tərəfindən himayə olunduğu gizli deyil ki, kim çıxardı bu ölkəyə? Bu komedixana və s. ucuz şouları. Bir var hırıldamaq, bir var gülmək, bir də var gülümsəmək. Hırıldamaq şeytanidir, gülmək ağıldandır, gülümsəmək ruhanidir, Allahdandır. Hırıldamaqda yüngüllük var. Bəli, bazarı varmı? Var. Çox təəssüf ki, təhsil sistemi sıradan çıxarılıb deyə. Amma gülüşdə sənət var, harmoniya var, fərqli fikirlərin uzlaşdırılması var, problemə gülmək var. Amma abırlı, burada bir elm var. Niyə? Çünki təhsil sistemi sıradan çıxarılıb, yalnız hırıldaya bilən, hırıldadanların bazarı işləyir. Gülümsəmək onun daha bir üst formasıdır, ruhani formasıdır. Təbii ki, bu ölkədə əsas problem məsələ siyasi sistemdədir. Siyasi sistem öz əkdiyi ağacın acı meyvələrini bugün dərməklə məşğuldur. Və bu təkcə bu elitaların sıradan çıxarılması deyil ki, bu artıq sıradan çıxarılmağa heç bir mərkəz qalmayandan sonra bu bir enerjidir, bu bir mənfi enerjidir. Bu kimi sıradan çıxarmağa başlayacaq, yeganə sağ qalan siyasi hakimiyyəti. Onu hədəf alacaq. Ona görə də zövqsüzlük, ədalətsizlik, haqsızlıq, yerliçilik, qohumbazlıq, nepotizm, vətəndaş inkişafına xidmət etməyən sosial sistem, sosial dövlət mahiyyətindən uzaqlaşma, bütün bunlar bugün cəmiyyətdə hər kəsə toxunacaq bir şərtlər yaradıb, bir enerji formalaşdırıb. Heç kim də bundan canını qurtara bilməyəcək. Heç kim düşünməsin ki, bugün elan olundu beynəlxalq hesabatda 10% əhali bütün sərvətlərin 58%-nə sahiblənib Azərbaycan. Onların ilk 1 milyonu bütün sərvətlərin ölkə sərvətinin 23%-nə sahiblənib. Postsovet məkanında bu mübahisələndiriləcək. Bəli, inkişaf etmiş qərb ölkələrində bu mübahisələndirilməsi çətindir.
Çünki bir kərə sərvətin tarixi qədimdir, min illərə dayanır. Kimisə deyəməzsən ki, niyə zənginsən. Hüquqda az çox işləyib, antimonopol qanunlar və s. Amma bu postsovet məkanında, bizim kimi sosialist blok olan ölkələrdə 35 il qabaq aşağı yuxarı hamının maddi durumu eyni idi. Birdən-birə bir qrup ölkənin 23% sərvətinə sahiblənibsə, onun da sayı 100 min nəfərdirsə, yəni mən deyək ki, o deyilənə görə o 58% sərvətə sahib olanların 10%-dən gedir söhbət. Və bu deməkdir ki, bu 100 min adam ölkə sərvətinin 23%-nə sahiblənir. Bu da deməkdir ki, aşağı yuxarı bunun %10'u Rusiyadan gəlmiş pullar halal yolla, legal yolla qazanmış. Bunun %90'ı məmur kapitalizmidir. Oliqarxik sistemin nəticələridir. Ədalətsizliyin, rüşvətin nəticələridir. Böyük korrupsiyanın nəticəsidir. Və 90 bini biz şərti olaraq söhbət əhalidən gedirsə, 5'ə bölsək ortalama ailə başına 18 min məmur sayına çıxırıq. Və bu 18 min bilinir. Yeni dünyada elektron sistemdə reestr xidmətində o əmlak, o sərvət, kimin hər zaman hansı vəzifələrdə işlədiyi, bugün varislərinin nə qədər sərvətə sahib olduğu və bugün mümkün deyilsə, yaxın illər üçün bunu mübahisələndirmək, hüququ mübahisələndirmək, həm süni intellektin verdiyi imkanlarla, həm elektron yaddaşla bu mümkündür. Bilinir, kimlər, 35 il qabaq burada hər kəs bərabər olur. Sosialist mülkiyyəti olub. Birdən-birə hansı yollarla bu qədər insanlar zənginləşdi? Ona görə də bəs lüstrasiya anlayışı çıxır, siyasi açılım anlayışı çıxır, milli barışıq anlayışı çıxır. Bəli, əgər bu addımlar sürətlənməsə və bu dərin siyasi, iqtisadi islahatlar həyata, hüquqi islahatlar həyata keçirməsə, hüquq işləməsə, mafiya kimi qaydalarla işləməkdən imtina edib, hüququ dövlət kimi işlətməsək, təbii ki, ən böyük hədəf gələcəkdə bu oğrular və onların varisləri olacaq. Bugün mümkün olmayacaq, ola bilər, orta və yaşlı nəsil onu görməyəcək. Amma iləriki dönəmdə bunun hüququ mübahisələndirilməsi çox rahatlıqla olacaq. Amma ən yaxşı yol məhz kapital amnistiyasından keçir. Ən yaxşı yol rüsturasiyadan keçir. Ən yaxşı yol bu oğurluq vəsaitlərin yerindən Azərbaycan iqtisadiyyatına qaytarılması milli barışıq, siyasi islahatlardan keçir. Mən hesab edirəm ki, hər kəs bunun fərqində olmalıdır və cəmini tərk etmək və ya tərk etməyə fürsət gözləyənlərin istəkləri ilə deyil bu dünya. Hər kəs bu ölkədə əlini daşın altına qoymağı düşünməlidir ki, həqiqətən yaşanılmaz bir situasiya var. Qlobal mənada da ciddi problemlər var, böhran var. Bir də ölkənin daxilində ümidverici heç bir şey yoxdur. Nəyə ümid etsin insan? Niyə bu ölkədə bu insan? Bu ölkənin gəncliyi niyə bu ölkəni tərk etmək haqqında düşünməlidir axı? Heç dünya da imkan vermir. Ona görə də hər kəs bilməlidir ki, bu cür elektorat arayışı ilə ya tutaq ki, Qərb Azərbaycan təşkilatları yaratmaqla və ya vaxtaşırı prezidentin xüsusən Qarabağa səfəri, Qarabağ əhalisini bir elektorat kimi görməsi. Elektorat deyil Qarabağ əhalisi. Elektorat konkret siyasi fiili hərəkətlər eləyən kütləyə deyirlər. Qarabağ əhalisi çeviş elektoral baza hesab olursaydı, elə 30-35 ildə öz taleyi ilə bağlı, məşəqqətli həyatı ilə bağlı fəaliyyətlərdə elektoral hərəkətlər edərdi. Hakimiyyətdən Qarabağla bağlı danışıqlarda hesabat tələb edərdi. Və ya bugün Qarabağın bərpasında tərəf kimi iştirak edərdi və ya fikri alınardı. Və ya onun kəndinin, Dədəbaba yurdunun tikintisində onu bir tərəf müqabili hesab edərdilər. Buna görə Qarabağ əhalisi elektoral bazda deyil. Hakimiyyət 20 il qabaqçı kimi monarxliyi də yerində deyil. Və o rəy yekunlaşıram və o rəy liderləri ki var ki elektoral baza kimi baxılıb xüsusən Qərb Azərbaycan arası. O rəy liderlərin də çoxu dünyasını dəyişib, yeni insanlar gəliblər. Ona görə də əsas məsələ ədaləti anlayan,
hüququn nə olduğunu bilən, hüquq bərabərliyini qəbul edən, imkanlar, fürsətlər tanıyan bir sistemi qurmaq istəyən pasiyanar vətəndaşlar yalnız dövləti risklərdən, həm qlobal risklərdən, həm daxili təlatümlərdən qoruya bilər. O pasiyanar isə və onun da önü təbii ki, Pənah bəyin dediyi kimi mütləq siyasi islahatlar lazım olmalıdır.